Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bir arı ailəmizdə demək bölmə aparmışdıq ana arı ilə. Yəni satmışdıq. Bu arı qalmışdı anasız. Və biz buna mayasız ana arı verdik. Bu mayasız ana arı mayalanma uçuşundan müəyyən səbəblərdən qayıtmadı. Deməli, baxın, bu arı artıq burada heç bir sürfə, bağlı, açıq sürfələr yoxdur. Ana arıda yoxdur. Arılar həyəcan təbili çalır. Demək, mən bu arı ailəsinə indi mütləq gərək ya mayalanmış ana arı verəm, ya da açıq sürfəli çərçivə ki, bu arı erkəkləşməsin və özü üçün ana arı hazırlaya bilsin və erkəkləşmə təhlükəsindən keçsin. Mən bugün 22 iyun 2026-cı ildir. Erkəkləşmiş arı ailəsini necə düzəltmək olar haqqında video paylaşmışdım bir neçə il bundan əvvəl. Deməli, bu çərçivədən də bütövlüklə arılar çıxıb. Baxın, bu sürfəli çərçivədən də tamamilə arılar çıxıbdır. Ana arı da verməyəcəyəm. Sürfəli çərçivədə vermərəm. Ki, bu erkəkləşsin. Bilə-bilə bu arı ailəsini mən erkəkləşməyə doğru aparıram ki, inşallah onu necə düzəltmək olar sizinlə paylaşaram dostlar. Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 8 iyul 2026-cı il. Demək, YouTube kanalda məni izləyən bütün dostları salamlayıram. Hər zaman YouTube'da mənə ünvanlanan suallara, şərhlərə mütləq cavab yazmışam. Amma 1-2 ay olar ki, işin çoxluğundan YouTube kanala cavab yaza bilmirəm. Üzürlü sayın ki, sizi gözlətdirmişəm. Dostlar, işlər çoxdur. Mən çox yoruluram. Axşamlar hər zaman cavab yazırdım. İndi WhatsApp'da ünvanlanan suallara birtəhər eləyib vaxt çatdırıram. Amma YouTube kanala mənim gücüm çatmır axşamlar. Artıq suallara cavab yazın. İnşallah biraz işlərimiz yüngülləşəndən sonra yenə də əvvəlki qaydasında olar. Deməli dostlar, bu arı ailəsini mən bilərəkdən erkəkləşdirdim. Yəni bir neçə il bundan əvvəl erkəkləşmiş arı ailəsini necə mayalanmış ana arı ilə düzəltmək olar, veriliş çəkməyib paylaşmışdım. Yəni düzdür, o dövrdə köhnə bir telefonla çox çətin idi. Operatorum çox kiçik idi. Arılardan qorxurdu. Video biraz yaxşı alınmayıb bəlkə də, amma başa düşəlisidir. Yəni hər kəs baxıb bundan yararlanıb. Sadəcə bu arı ailəsini bu il bilərəkdən erkəkləşdirdim ki, onu bir daha sizinlə paylaşım. Bu da mənim sizə bir hədiyəm olsun. Bunun üçün nə lazımdır? Maskamız, paltarlarımız. Çünki arı ailəsi aqressiv ola bilər. Erkəkləşmiş arı ailəsi ümumiyyətlə aqressiv olur. Demək, diqqətlə axıra qədər izləyin
artıq suallar verməyin. Baxın, əlimizdə mayalı ana arı. Mayalı ana arımız əlimizdə var. Gizlədirik. Bir balaca tüstü. Bu üçüncü çərçivəyə yumurta qoyublar. Deməli dostlar, nə etmək lazım? Bu yeşiyi götürüb 10 metr, 15 metr aralı bir otluqda bütün arılarını sirkəliyirsiniz, çərçivələri götürüb aparırsınız. Bu yeşiyin yerinə başqa digər bir yeşik varsa qoyursunuz, yoxdursa bu yeşiyi həmən gətirib, qaytarıb qoyursunuz. Vəssalam, getdik. Yallah! Yaxşı da, yaxşı. Yaxşı. Deməli dostlar, baxın. Dərhal bu yeşiyə mayalanmış ana arını qəfəsdəcə qoyub asmaq olar. Deməli dostlar, mayalanmış ana arını astıq. Bu arı ailəsində heç bir ramka, heç bir yem qabı, heç bir yem, heç bir yemləmə etmirsiniz. Təbiətdə gəlir var, arılar hər gün çalışar özləri üçün bal gətirib bir-birini yedizdirərlər. Bununla bitdi. İndi kimlər külə tökür, kim suya tökür, bunlardan işim yoxdur. Mən sizə bunun rahat düzəltmə qaydasını göstərdim. Deməli, bu bir. Nə edirsiniz? Diqqətlə qulaq asın. Mən nağıl danışmıram. Mən sizə canlı göstərirəm ki, siz o qaydada eləyəsiniz. Sabah mənim dediklərimi təkrarən mənə sual verməyəsiniz. Demək, ana arı qəfəsdə, qəfəsin yem gözlərində arı keki var. Bal yoxdur. Arı yemi özüm hazırlamışam. İndi bəziləri eləyir, deyir ki, məndə arı keki yoxdur, bal qoymuşam, bal axıb, nə bilim, neyniyib. Ay qardaş, bir qaşıq şəkər tozu götür, çəkiclə onu əz, yarım qaşıq ona bal qat, xəmir kimi elə, bərk halda. Sal ora, bu sənin arı keki. Sonra nə edirsin? 2 gün, bu ana arı 2 gün burada asılı vəziyyətdə qalacaq. Arılar da bir beçə kimi gəlib bunun ətrafında toplaşacaq. 2-ci gün qəfəsin kiçik yem gözünü açırsınız, o qaydada da asırsınız. 3-cü gün, yəni növbəti gün, mən bu cür deyirəm, 3-cü gün, yəni növbəti gün, bəzən zəng vurub deyirlər ki, artıq 6 gündür, buraxım. Qardaş, mən Azərbaycan dilində başa salıram. 3-cü gün, dostlar, qəfəsin
yem gözünün böyük tərəfin, böyük qapısını açırsınız səhər və axşamüstü gəlib yoxlayırsınız. Əgər ana arını azad ediblərsə, demək onu axtarmağa dəyməz. Dərhal bu arı ailəsinə bir və yaxud iki ballı güləmli çərçivə qoyursunuz. O sürfəli çərçivələri buradan götürdüklərimizi bura vermirsiniz. Onları digər güclü bir ailələrə paylayırsınız. Vəssalam, bitdi. Bir və yaxud iki süzülmüş şan, yəni çox da yükləmirsiniz arıları. Çünki bu arılar artıq yaşdaşıb, orada azalma olacaq. Bir süzülmüş şan kifayət edər ki, ana arı dərhal ora başlasın yumurta qoymaq. Bu ailədən o his keçib getsin. Bəzən elə olur ki, dostlar, səhər açırsınız ana arının böyük gözün, artıq görürsünüz arılar orada dalaq toxuyublar, şan toxuyublar. Əsas odur ki, siz bu ailəni çox çərçivələrlə yükləmirsiniz və yemləmə də apara bilərsiniz. Artıq 3 gün, 4 gündən sonra ana arı ki burada başladı, qəbul olundu yumurta qoymağa, siz bunları şərbətlə də yemləyə bilərsiniz. Və hissə-hissə arının gücünə baxaraq bura çərçivələr əlavə etmək olar. Bu erkəkləşmiş arı ailəsini mayalanmış ana arı ilə qaytarmaq olar. Dostlar, bəzən mayalanmamış ana verirlər. Olmaz. Mayalanmamış ana arı ilə düzələsi deyil. Çünki bizə lazımdır ana arı dərhal azad olunan kimi yumurta qoysun. O his bunlardan keçsin. Amma mayasız ana arı vaxt lazımdır ki, o mayalansın. 12, 14, 10 gün bəzən ana arı çıxandan sonra yaşlayır yumurta qoymaq. Ona görə bu his onlarda getməyəcək, əgər mayasız ana arı versən. Və yaxud açıq sürfəli çərçivə verirlər. Yenə də eyni şeylər olacaq. Çünki çox nadir hallarda, çox nadir, zəif bir ailəyə açıq sürfəli ramka qoyanda bir düzəlmə ola bilir. O da çox nadir hal. Odur ki, bunun ən rahat qaydası budur. Bəzən mən ikinci sutka hər iki gözlərini açıram. Vaxt itkisi olmasın. İndi siz bunu etməyəsiniz, mən 3 gün deyirəm. 2 gün balaca gözü açırsınız, 3-cü gün böyük gözü açırsınız. Əssalam. Deməli dostlar, əgər bu arı ailəsində ballı, güləmli götürmüsünüzsə, orada yumurta, sülfə yoxdursa, onu sərin bir yerdə 3 sutka saxlayarsınızsa, yəni ona güvə düşməsin, təbii o ramkaları bura qoymaq olar. Yəni ballı, güləmli, sülfəli yox. Vəssalam, bu arı ailəsinin erkəkləşmədən xilas edilməsidir dostlar. Əgər siz ana arınız yoxdur və yaxud ailə zəifdir və yaxud artıq avqust ayıdır, sentyabr ayıdır və yaxud hətta belə indi də istəmirsinizsə o ailəni mayalanmış ana arı ilə düzəltmək, nə edirsiniz? Bax, mən bu qaydada apardınız, çərçivələri silkələdiniz, bu yeşiyi bura qaytarmırsınız. Amma əvvəlcədən yanında olan yeşiyə, ya sağda, ya soldakı ana arını qabaqcadan salırsınız qəfəsə, qoyursunuz həmin arı ailəsini. Bu ailəni ki, silkələdiniz, bunun yeşiyini bura qaytarıb qoymursunuz. Bu yeşiyi bir balaca neytral vəziyyətdə saxlayırsınız. Vəssalam, bu erkəkləşmiş arı ailəsi qayıdacaq öz pətəyini görməyəndə yanındakı yaxın olan o pətəyə daxil olacaq. Sakitcə bir-birində qırmayacaqlar. Ola bilir, bəzən təsadüflər olur ki, arılar bir-birinə bir qədər arı ölümləri ola bilir. Amma oradan da sizin canınız tutarır. 2 gündən sonra da o ana arını azad edirsiniz. O həmin ailədəki ana arını salmışdınız. Bax, onun rahat birləşdirilmə yolunu da sizə dedim. Və yaxud birləşdirmək istərsəniz,
Bu arı ailəsini götürüb ramkalarını təmizləyirsiniz. 2 ramka saxlayırsınız, ballı, güləmli ki bu arılar hamı doluşsun bu çərçivələrə. Amma biraz orta tərəfə çəkirsiniz ki yan divara arılar daraşmasın. Və zəif anası olan arı ailəsi ilə birləşdirərsiniz. Yəni axşamüstü qaranlığa az qalmış bu iki çərçivəni götürüb zəif arı ailəsinə qabaqcadan yanına bir setka, pəncərə, milçək üçün, ağcaqanad üçün bir tor tikirsiniz və yaxud qəzet tikirsiniz ki bir-birinə keçid olmasın. Bu iki çərçivəni götürdünüz, həmin zəif arı ailəsinə boşluq tərəfdə yerləşdirdiniz, qapağını bağladınız və salam bu yeşiyi burada saxlamırsınız. Sizə 3 variantda erkəkləşmiş arı ailəsini düzəltməyi göstərdim, məlumat verdim. Bacarırsa eləsin. Mənim sizə göstərdim, izah etdiyimi də izah etdim. Yəni, mənə elə gəlir ki, hər kəs bunu edə bilər. Odur ki, sağ olun, özünüzü qoruyun. Demək dostlar, erkəkləşmiş arı ailəsinə necə ana arını vermişdik. Bax bu, indi sizə göstərirəm. Ana arı buradadır. Dediyim qaydada bugün kiçik gözü açacağım. Açdıq. Baxın, arılar necə ana arının ətrafında topalaşıblar. Bugün isə qəfəsin böyük gözünü açırıq. Baxın, bu kiçik yem gözünü artıq yeyib arılar girir, çıxır. Ya Allah. Baxaq görək ana arını qəfəsdən azad ediblərmi? Baxın dostlar. Ana arı qəfəsdə yoxdur. Heç onu axtarmaq da ehtiyac yoxdur. İndi bu arı ailəsinə bir ədəd ballı güləmli, bir ədəd şan, süzülmüş şan qoymaq olar ki, çox da yükləmək olmaz. Yəni, arı ki, 2-3 çərçivədə oturandan sonra arının sayına görə bir çərçivələr əlavə etmək olar. Belə dostlar. Baxın, bu cür az ballı və açıq yerlər də var yumurta qoyması üçün və bu cür baxın, güləm, bal. Görürsünüzmü dostlar? Artıq burada dalaq atıblar. Özü də işçi arı şan ölçüsündə. Demək, ana arı burada qəbul olunub. Heç bir qorxusu yoxdur. Aha. Hətta yumurta da qoyub. İndi sizə göstərərəm. Ana arı da baxın buradadır.
Ha. Vəssalam dostlar. Bu da erkəkləşmiş arı ailəsini necə asanlıqla düzəltmək olar sizinlə paylaşdım. Halal xoşunuz olsun. Bu da gözəl təmiz. Burada artıq yumurta qoymuşdur. İndi mən bu arı ailəsini bilərəkdən erkəkləşdirdim ki, çoxlu zənglər mənə olur erkəkləşmiş arı ailələri ilə bağlı. Hər kəsə düzdür, cavab yazıram, cavab verirəm. Amma qardaş, mən bir nəfərəm. Bax, bu videonu çəkmək üçün 3 gündür mən əziyyət çəkirəm ki, siz əlavə suallar verməyəsiniz. Bax qardaş, ana arı sərbəst gəzir. Burada dalaq hörmüşdülər, artıq yumurta qoymuşdu. Yəni tam arxayınlıqla qəbul olundu. Yəni arının sayına görə bura çərçivələr qoya bilərsiniz. Çox da bunu yükləməyin. Yem də vermək olar. Yəni burada kifayət qədər bal gülən var. Ana arı yeni, bu ilki ana arıdır. Yəni hər bir şey normal. Baxın, baxın, baxın. Get gözəllər gözəli, get. Get çıx çərçivələrə. Yaxşı, get. Əssalam. Getdi. Qutardı dostlar. Bir çərçivədə əlavə edək. Belə. Ara kəsmə, diafraqma mütləq vacibdir. Bu da yem qabısı. Kimlərsə özlərindən yeni hoqqalar kəşf eləyib, arını 500 metrə aparırsan, nə bilim, külün içinə tökürsən, ay qardaş, gedin özünüzə iş güc tapın. Cəmaatı çaşdırmayın, nə kül, nə bir şey. Arını sirkələdin bir 15 metr ərazidə. Vəssalam, budur. Erkəkləşmiş arı ailəsini necə düzəltmək olar? Yenidən sizin üçün paylaşdım. Öyrənin. Allah xoşunuz olsun. Sağ olun, özünüzü qoruyun.